Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz Cəlil Məmmədquluzadə Anamın kitabı əsərinin tam oxusudur. Zəhra bəyim 60 yaşında, Rüstəm bəy onun böyük oğlu intelligent 40 yaşında, Mirzə Məhəmmədəli onun ikinci oğlu elmi ilahi müəllimi və vaiz 35 yaşında, Səməd Vahid onun üçüncü oğlu türk dili müəllimi 30 yaşında, Mirzə Həsən Rüstəm bəyin dilmancı 30 yaşında, Salimə xanım müəllimə danışmır 25 yaşında, Məşədi Cəfər ərizə sahibi 40 yaşında, İkinci Hambal fəs qoyur 30 yaşında, Gülbahar qızı müsəlmanca oxumuş 20 yaşında, Zivər xanım Rüstəm bəyin övrəti rusca tərbiyə almış 25 yaşında, Teymur bəy Cəmiyyət-i Xeyriyyənin dəftərdarı 25 yaşında, Mirzə Zeynal millətpərəst 30 yaşında, Aslan bəy mal həkimi 30 yaşında, İsmail ağa Cəmiyyət-i Xeyriyyənin üzvü danışmır 45 yaşında, Münəvvər xanım onun qızı danışmır 20 yaşında, Hüseyin Şahid türk dili müəllimi 30 yaşında, Mirzə Baxşəli elmi ilahi müəllimi 35 yaşında, Qəmbər Rüstəm bəyin sərkarı 45 yaşında, Qurban Çoban 25 yaşında, Zaman Çoban 25 yaşında, Senzor Mirzə Cəfər bəy 45 yaşında, polis məmuru danışmır 30-35 yaşında, yenə 3 nəfər fəqir 40-45 yaşında, 1-ci Hambal 30, 2-ci Hambal 30 yaşında. İkinci məclis Rüstəm bəyin biz birinci məclisi dərslikdən verilmişdir. Ona görə də biz ikinci məclisdən başlayırıq dərsi izahına. Rüstəm bəyin zal otağı. Ortalıqda uzun stol, ətrafında sandalyalar üstə əyləşiblər. Cəmiyyət-i Xeyriyyə üzvləri, başda Rüstəm bəy ki, Cəmiyyət-i Xeyriyyənin sədridir. Onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymur bəy. Ondan savayı əyləşiblər. Mirzə Zeynal millətpərəstdir. Səlimə xanım müəllimə, Aslan bəy, İsmail ağa, Münəvvər xanım, Səməd Vahid, Hüseyin Şahid yanında məktəb şagirdi, fəsli kənarda diz üstə əyləşiblər. Mirzə Məhəmmədəli, Mirzə Baxşəli yanında bir məktəb şagirdi, börkülü, qapının yanında 3-4 nəfər fəqir qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə camaat görükməyən yerdə pərdə dalında Zəhra bəyin və Gülbahar oturub məclisə nəzər eyləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq ağ kağız və qələmtəraş, sədrin qabağında zəng. Adamların çoxu papiros çəkir. Rüstəm bəy, Gospodi, zasedniya obyav odqırıtın. Mirzə Zeynal durur ayağa və yumruğunu silkələyə-silkələyə acıqla. Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, türk dili, milli dil. Camaat çəpik salır. Zivər xanım durur ayağa. Ne poнимаю, Господа, что за дикарство? Пусть кто каким языком лучше владеет на том и obyansiyesc ya что же tako. Mirzə Məhəmmədəli acıqla haqq buyurur Mirzə Zeynal. İslam məclisi hara, rus dili hara. Qalan üzvlərdən də bəzi deyir, eybi yoxdur, bəzi deyir, olmaz. Qalan üzvlərdən bəzi deyir, eybi yoxdur, bəzi də deyir ki, olmaz. Birinci cümlənin belədir. Cənablar, iclası açıq elan edirəm. Rüstəm bəyin fikri, Gospoda, zasedni, obniyoy, odqırıtım. İkinci isə Zivər xanımın dediyi sözlər başa düşmürəm. Cənablar, bu nə vəhşilikdir? Qoy kim hansı dili yaxşı bilirsə, o dildə danışsın. Burada nə var ki, deməli, dil məsələsinə birinci etiraz edən kim idi? Mirzə Zeynal idi. Mirzə Zeynal, Rüstəm bəy rus dilində iclası açıq elan edəndə Mirzə Zeynal durur ayağa və yumruğunu silkələyə-silkələyə acıqlı. Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, türk dili, milli dil. Camaat çəpik çalır. Zivər xanım durur ayağa və rus dilində sözlər deyir. Bu sözlərin mənası başa düşmürəm cənablar. Bu nə vəhşilikdir? Qoy kim hansı dili yaxşı bilirsə o dildə danışsın. Burada nə var ki, Mirzə Məhəmmədəli acıqlı haqq buyurur Mirzə Zeynal. İslam məclisi hara, rus dili hara. Qalan üzvlərdən də bəzi deyir, eybi yoxdur, bəzi deyir, olmaz. Rüstəm bəy zəngi çalır. Ağalar, mən təklif edirəm ki, hər kəs ki, mümkündür, müsəlmanca danışsın. Çünki burada rus dili bilməyənlər də var. O ki, birisi müsəlmanca heç danışmaq bilmir, onun dəxli çarə nədir?
Deməli, Rüstəm bəy birinci rus dilində danışsa da, ikinci dəfədə isə deyir ki, Rüstəm bəy deyir ki, ağalar, mən təklif edirəm ki, hər kəs ki mümkündür, müsəlmanca danışsın. Çünki burada rus dili bilməyənlər də var. O ki, birisi müsəlmanca heç danışmaq bilmir, onda dəxil çarə nədir? Mirzə Baxşəli, bağışlayasınız. Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir, dəxil bu məclisdə onun üzv olmağa nə haqqı? Mirzə Baxşəli də deyir ki, Rüstəm bəy, bağışlayasınız. Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir, dəxil bu məclisdə onun üzvü olmağa nə haqqı var? Zivər xanım, Gospoda, tak, nezya, rasyujda, ye, bogu, Mirzə Zeynal, dur ayağa və ucadan. Biz dübarə təvəqqə edirik ki, sədr cənablarından ki, rusca danışmağı bilmərlə qadağan eləsin. Mirzə Zeynal deyir ki, biz təvəqqə edirik ki, sədr cənablarından ki, rusca danışmağı bilmərlə qadağan elan eləsin. Burada Mirzə Məhəmmədəli təsdiq edir ki, burada da Mirzə Baxşəli deyir ki, müsəlmanca danışmayan deyir ki, burada nə işi var? Mirzə Zeynal birinci etiraz edir, deyir ki, bu iclas yalnız türk dilində getməlidir. Mirzə Məhəmmədəli onu təsdiq edir, deyir ki, rus dili, İslam məclisi hara, rus dili hara? Mirzə Baxşəli də sonra üçüncü etiraz edən isə Mirzə Baxşəli deyir ki, müsəlmanca bilmir, dəxil bu məclisdə onun üzv olmağa nə haqqı var? Zivər xanım da deməli, burada rus dilinə sözlər deyir. Mirzə Zeynal, biz dübarə və təvəqqə edirik ki, sənə cənablarından ki, rusca danışmağı bilmərə qadağan etsin. Yəni, Mirzə Zeynal burada rusca danışmağı da hətta qadağan edilməsini deyir. Yenə səs küy qalxır, yenə Rüstəm bəy, cəmaat sakit olur. Rüstəm bəy, Teymur bəy, xub, Teymur bəy, povestkada yazılan vaprosları oxu, cəmaat eşitsin. Teymur bəy papkada bir kağız çıxardı, oxuyur. Əvvəlci məsələ il hesabı təsdiq məsələsi. İkinci məsələ birinci il hesabı təsdiqi məsələsi. İkinci məsələ məktəb proqramı barəsində. Üçüncü məsələ azların ərz halı barəsində. Dördüncü məsələ elmi ilahi dərslər barəsindədir. Birinci nə idi? Birinci il hesabı təsdiqi məsələsi. İkinci məktəb proqramı. Üçüncü azların ərz halı. Dördüncü elmi ilahi dərslər barəsində. Rüstəm bəy, Həzərat il hesabı barəsində keçən sessiyada bir qədər raznorsiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktlarında bir qədər təfavüt görsənilir və özgə cürdə ola bilməzdi. Səbəb bu ki, mədaxil oldu, məxaric oldu. Onun bəzi yerlərinə biz məhz približitelno təyin edirik. Kimin bu barədə sözü var? Buyursun, Aslan bəy danışacaq. Gülbahar diqqət ilə baxır, Aslan bəy durur ayağa. Heç belə deyil, bağışlayasınız, zakon bu suluçayları tamam perdusmatret eləyibdir. Əgər raznoresiya elə bir suluçayda oldu ki, onun mədaxil cərgəsinə olan punktlar düz gətirmədi. O vədə Smetnis dayaları o qədər Sokratit edirlər ki, il axırında hesab düz gəlir. Cəmaatdan bir neçəsi gülür, bir neçəsi də çəpik çalır. Gülbahar neçə dəfə əsnəyir, bərk yuxusu gəlir. Mirzə Məhəmmədəli və Mirzə Baxşəli başlarını bulayır. Rüstəm bəy, dəxil bu barədə yenə söz danışan varsa desin, bir səs gəlmir. Xub, kağızları aralayır. İkinci məsələ, məktəb proqramı barəsindədir. Məlumdur ki, keçən həftə revizyonaya komissiya, Mirzə Zeynal təftiş komissiyası, Rüstəm bəy, keçən həftə təftiş komissiyası məktəb proqramı barəsində irad tutub ki, proqramlara necə ki lazımdır, diqqət olunmur. Dərslər bir növ süs keçir və ikinci klassda, ikinci sinifdə Mirzə Baxşəli keçən həftə, yəni təftiş komissiyası Mirzə Zeynal deyir ki, Rüstəm bəy deyir ki, keçən həftə təftiş komissiyası məktəb proqramı barəsində irad tutub ki, proqramlara necə ki lazımdır, diqqət olunmur. Dərslər bir növ söz keçir və ikinci klassda, ikinci sinifdə Mirzə Baxşəli ikinci sinifdə, Rüstəm bəy ikinci sinifdə ədəbiyyat dərsləri nəhayət çətinləşir və bizim öz milli Azərbaycan dilimiz bilmərə nəzərdən salınır.
nəzərdən salınıb. Keçən sosialiyada müəllim cənablarından xahiş olunub ki, bu barədə cəmaatın arzusuna hörmət qoyubsa, məsələni mümkün dərəcədə nəzəri diqqətə alsınlar. Hüseyn Şahid cənabları danışmaq istəyir. Gülbahar qulaq verir. Hüseyn Şahid durur ayağa. Möhtərəm əzai əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidaisindən bir şəmma izahat verməyi fərz və qəzb bilib, iltimas ediyorum əfəndim. Arkadaşlar, şimdi hepimiz Tanrımızın buyruğu ilə işte köyümüzün torpağa borcu ödəməkdən qaçacaq tək bir kişi olmaz. Onu haycift sürərkən tər olaraq əlimizdən dökmüşüz, yetər. Zəhrabəyim qızım, bu adamlar nə danışırlar? Gülbahar cavab vermir, çünki mürgüləyir. Mirzə Məhəmmədəli hirslə cəmaata, ay balam, hələ bizi başa salın görə niyə çəpik çalırsınız? Rüstəm bəy kağızları aralayır. Ağalar, qaldı ki, iki məsələ, biri elmi ilahi dərslər barəsində, biri də azların ərzəsi. Elmi ilahi barəsində uşaqları bir parası ataları tərəfindən ərzə gəlib ki, məktəbin 3-cü sinifində müəllim cənabları ki, ibrət olsun Mirzə Baxşəli və mənim kiçik bəradərim Məmmədəlidən oktyabr ayında xüsuf və küsuf barəsində, yəni ayın və günün tutulmağı barəsində bir moizə başlayıblar ki, indi 4 ay olur ki, həmin xüsuf və küsuf dərsləri nəinki azalmır, hələ bəlkə 6 ay bundan sonra da qurtarmayacaqdır. Mirzə Baxşəli, xeyr ağa, elə deyil. Buyurasınız. İndiki dərslər məhz xüsuf barəsindədir ki, 4 aydır ki, oxunur. O ki, qaldı küsuf dərsləri, bəli, həqdir, bir 6 aydır küsuf dərsləri təhsil olunmalıdır. Rüstəm, Mirzə Baxşəliyə zəng çala-çala. Cənab Mirzə, məni bağışlayasınız, xahiş edirəm, sözümü qurtarmamış, sözümü kəsməyəsiniz. Bəli, heç eybi yoxdur. Danışmaq istərsiniz, izahat veriniz. Amma xahiş olunur, bəyanatınızı müxtəsər söyləyəsiniz. Mirzə Baxşəli durur ayağa və əlində bir yekə dərdən cildi köhnə müsəlman kitabı. Gülbahar diqqət ilə qulaq asır. Əzai giramdan üzr istəyirəm ki, zeyirdə məruzə-i mühəqqərim ağ ayanı büzürgüvarın dərdi sərini şayət səbəb ola. Ağama ərz olsun ki, elmi ilahi dərsləri, elmi nücum dərsləri, heyət dərsləri və xülasətil hesab dərsləri məktəb proqramlarında necə ki, şaistə əlzəmdir, arayışda olmayıb ki, ayaq xüsuf və küsuf məsələləri bu saydığımız fünun hansı birisinin dairəsinə təhsil olunmasıdır. Fövqəl-zikr fünun hansı müəllimin öhdəsinə təhti cavabdehliyindədir. Cəmaatlar üzvlərindən çoxu mürgüləyir, Zəhrabayım Gülbəhar da mürgüləyir. Mirzə Baxşəli, buyur ağa, növbət sizindir. Mirzə durur ayağa. Fəsl 19 dər bəyan xüsuf küsuf, yəni günün və ayın tutulmağı. Teymur bəy, mənim qanacağıma görə bu qədər təfsil verməyin lüzumu yoxdur. Mirzə hirsli və ucalı, necə yəni lüzumu yoxdur? Cəmaat içində danışıq düşür, bir neçə deyir, lüzum yoxdur, bir parası deyir, qoy sözünü desin. Rüstəm bəy zəngi çalır, bir kağız alır əlinə. Cəmaat xahiş olunur, adların ərzələrinə qulaq verəsiniz. Ərizə Müsəlman Cəmiyyəti Xeyriyyəsinə Məşədi Cəfər Usta Mehdi oğlu tərəfindən. Ərizədə yazılıb ki, mən qoca və şikəst Mirzə Məşədi Cəfər Usta tərəfindən, Usta Mehdi oğlu tərəfindən. Deməli, ərizə Məşədi Cəfər Usta Mehdi oğlu tərəfindən yazılmışdır. Mən qoca və şikəst adamım, 12 nəfər külfətim var. Yommiyə çörəyinə möhtacıq. Cəmiyyət xeyriyyədə 5-10 manat çörək pulu istəyirik ki, nə qədər canımız sağdır, sizə duaçı olar. Hamam ərzə sahibi Məşədi Cəfər yeriyir cəmaatın içinə və ağlaya pul istəyir. Rüstəm bəy, ağalar bu barədə sözü ola danışsın. Teymur bəy, mənə elə bilirəm ki, cəmiyyət xeyriyyə bu məsələyə indi əl vura bilməz. Səbəb budur ki, keçən iclasda acıların ərzələrinə kifayət verilmədi. Verilməməyinin də səbəbi budur ki, cəmiyyətin sandığında olan pulları Zapasnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur. Zapasnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur. Belə olan sürətdə acıların ərzələrini bugünkü məclisdə müzakirəyə qoymaq olmayacaq. Acılar ağlaşır, Zivər xanım durur, gedir. Məşədi Cəfərə bir gümüş
pul verir. Belə olan surətdə acıların ərizələrini bugünkü məclisdə müzakirə qoyma, Zafatnoy fonda qoyma söhbəti ortalığa qoyulubdur. Deməli, Teymur bəy nə deyir? Mən elə bilirəm ki, cəmiyyət-xeyriyyə bu məsələyə indi əl vura bilməz. Səbəb budur ki, keçən iclasda acıların ərizələrinə kifayət verilmədi. Verilməməyinin də səbəbi budur ki, cəmiyyətin sandığında olan pulları Zafatnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur. Belə olan surətdə acıların ərizələrini bugünkü məclisdə müzakirəyə qoymaq olmayacaq. Acılar ağlaşır, Zivər xanım durur gedir, Məşədi Cəfərə bir gümüş pul verir. Zivər, doğrusu mənim bu kişiyə yazığım gəlir. Kakoy, on jalkı, inaverni, glodni, deməli gümüş pul verən kim idi? Zivər xanım, Rüstəm bəyin yoldaşı. Zivər xanım, doğrusu mənim bu kişiyə yazığım gəlir. Qapıda görsənir qəmbər, qurban və zaman. Qurbanın və zamanın hərəsinin bir əlində uzun çomaq, bir əlində dəsmal bağlaması. Qurban acıların ağlamağına diqqət edir və deyir: "Abalar, niyə ağlayırsınız? Məşədi qardaş, vallahi acıq, 3 gündür dilimizə çörək dəyməyib." Bunu eşidəndən sonra qəmbər, qurban və zaman bağlamanın birini açırlar və 3 nəfər acıların hərəsinə bir çörək və çörək üstə yağ qoyub verirlər. Acılar çobanlara: "Ay qardaşlar, Allah sizə kömək olsun, Allah tanrısı rəhmət eləsin. Nuşu, can olsun qardaşlar, doyunca doymasanız yenə verərik." Cəmiyyət durur ayağa və acıların yeməyinə tamaşa edir. Gülbahar da diqqətlə baxır çobanlara. Rüstəm bəy, Gospodi, zasetni obyavuyu zakrytım. Cənab alicası bağlı elan edirəm, yəni deməkdir. 3-cü məclis. Rüstəm bəyin kabineti, Zəhra bəyin və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar qəmbər, qurban zaman. Qəmbər, xanımlar, biz məhtəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, yoxsa yox. Gülbahar, niyə gedib soruşmursunuz? Qəmbər, xanımcan, bilmirəm harda olur. Gülbahar, Rüstəm dadaşım bilər, niyə tərsirsiniz? Gözləyin gəlsin, soruşun. Qurban, xanımcan, qoyunlardan nigaranıq. Gülbahar, indi nə edəcəksən? Qoyun sürüdən yox olanda nə eləyirsiniz? Qəmbər, xanımca, bizim qoyunçuluq bir tərəfdən gözəl peşədir. Həmişə gəzdiyimiz, yaşadığımız yerlər, çəmənlər, laləli və çiçəkli dağlar, daşlar, içdiyimiz nədir? Bulaq suları və paş qoyun südü. Amma bu heyvanın yox olmağı üzdən-iraq elə bir dərddir ki, elə bir ki, külfətdən bir övlad yox olub. Gülbahar, yəni çoxmu dərd eləyirsin? Qəmbər, xanımcan, elə olur ki, ağlayırıq da. Çünki söz bir qoyunun qiymətində deyil ki, 3 ya 5 manatdır. Amma deyəndə ki, boz qumral kərə yoxdur, elə biri ki, boz qumral kərə bizim qardaşımız idi. Yəni ki, bir əziz yoldaşımız idi. Xanımcan, and olsun Allaha, kesin ay sarıb əbrəş kərəni canavar dağıdanda zaman bir gün axşama kimi tütək saldı. Mən axşama kimi bayatı deyib ağladı. Qolu ilə gözünün yaşını silir. Gülbahar dəsmalını basır gözlə, girir içəri otağa. Rüstəm bəy çöldən girir içəri, Zəhra bəyim də gedir içəri otağa. Rüstəm bəy, Qəmbər, hələ buradasınız? Qəmbər, bəy, elə davadan ötürü qaldı, bilmədik mal həkimindən qoyunlara dava olacaq ya olmayacaq. Rüstəm, niyə gedib soruşmursan? Mal həkiminin evi bazar başında, Karvansaranın yanında, Hacı Qasım bəyin evindədir. Get hambaldan zaddan soruş, məhtəl olmayın, gedin. Qəmbər və çobanlar çıxırlar. Rüstəm bəy yazıya məşğul olur. Çöl qapıdan içəri Mirzə Məhəmmədəli, dalınca bir hambal Mirzə Məhəmmədəli gedir, kitablarını yığışdırır. Sandığı ki, versin hambala, Zəhra başını qapıdan uzadır içəri və Mirzə yığışmağını görəndə gəlib durur onun yanında. Zəhra, bala, bunu hara yığışdırırsan? Mirzə cavab vermir və kitablarını yığışdırır. Olmaz. Deyəsən, buradan köçmək istəyirsən. Qoymaram, özümü öldürərəm. Qoltuğunu eşələr, bayazını çıxardır. Olmaz köçmək, olmaz. Siz burada hamınız bir yerdə yazılmışsınız, ayrıla bilməzsiniz. Yoxsa vallahi bağrım çatlar. Rüstəm bəy, Rüstəm bala, qoyma getsin. Burada hamınız bir yerdə yazılın, qoymanam ayrılasınız. Çöl qapıdan Səməd Vahid, dalınca bir hambal girirlər içəri. Səməd Vahid də gəlir, kitablarını yığışdırır. Zəhra bəyim, Səməd bala, sən nə qayırırsan? Niyə bunları yığışdırırsan? Yoxsa sən də köçmək istəyirsən?
Bu evim yıxıldı. Aman Allah, mənim başıma kül ələnsi. Allah məni öldür, öldür. Ağlaya-ağlaya girir içəri. Mirzə Məhəmmədəli, Səməd Vahid Zəhrabəyimə qulaq verməyib yığışmaqdadırlar. Bu heyində çöl qapıdan girir içəri senzor Mirzə Cəfər bəy, yanında bir nəfər polis məmuru, 2 nəfər polis hərraşı, 3 qardaş çəkilib dururlar öz yerlərində. Hamballar çəkilir kənara. İçəri otaqdan qapının arasından Gülbahar baxır və çöl qapıdan Qəmbər baxır. Senzor, Həzarat hökumətin qərarıdır. Mucibizcə biz təyin olmuşuq ki, burada 3 qardaşın, yəni papkasına bir kağız çıxarıb baxır. Rüstəm bəy, Mirzə Məhəmmədəli və mənzilini axtaraq. Kitablarını müayinə edək, siyahıya götürək, məzmunlarını bilək və hökumətə çatan bəzi şikayəti təftiş və təhqiq edib, bu barədə Bəratülqovul yazar və hökumətin baş senzorxanasına pişnəhad edib, bizə mühəvvət olunan məmuriyyəti sədaqətlə yerinə yetirək. Burada olan əşxasdan xahiş olunur ki, nə bir yerdə tərpənsinlər və nə də buraya sair bir adamı qoysunlar. Bəli, nə sözümüz ola bilər? Mirzə Məhəmmədəli ixtiyar sahibi Səməd Vahid şayət belə icab edər. Senzor, cənab Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid, xahiş edirəm, familiyanızı da buyurasınız. Rüstəm bəy, Əbdüləzimov, Mirzə Məhəmmədəli, Mirzə Məhəmməd Xələfi, mərhum Ağa Əbdüləzim, Səməd Əbdüləzimzadə, Səməd Vahid. Senzor, xub, sizdən gərək pünhan olmaya ki, sizin bir para bədxallarınız hökumətin nəzərində sizə belə qələmə veriblər ki, siz 3 qardaş söz bir həmfikir olmuşsunuz ki, əvvəla Rusiya İslamlarını Türkiyə dövlətinə tərəf çəkib, İttihad Müsəlman Cəmiyyətinə iştirak edərsiniz. Saniyən, axır zamanlarda əmələ gələn Hibbi Vətən, Ədəmi Mərkəziyyət firqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdə Qafqaz Azərbaycanlı, digər tərəfdə İran Azərbaycanlı, ibrət olsun Təbriz, Tehran, Gilan, Osmanlı və İran Kürdistanı, Urmi və qeyriləri bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz və sahilsən bu fikirdən uzaq deyilsiniz ki, müsavat və hürriyyət əsaslarını kəndli əhli kəsaba içində müntəşir edirsiniz ki, 1000 il yuxuda olan cəmaət hökumətin əsarət zəncirini qırıb, özləri üçün bir nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız. Məhz bu səbəbdən siz 3 qardaşın cəmi kitablarını bu saat gərək təftiş edək. Cənab Rüstəm bəy, əvvəl siz öz kitablarınızı nişan verirsiniz. Rüstəm bəy öz kitablarını nişan verir, senzor bir-bir kitabları çıxarılır, açıb baxır və polis məmuru oturub senzor baxdığı kitabları siyahı edir. Ruscada, müsəlmancada oxuyur. Slavar Ruskoga yazıqa, Rus dil lüğəti 1 cilt. Slavar Ruskoya Dalya 3 toma Rus lüğəti. Boşaya ensiklopediya 2 toma Rus dilinə böyük qamus 2 cilt. Rüstəm bəyin kitabları qurtarır. Buradakı kitablar tamam oldu. Dəxi bundan sonra bir yanda kitabınız varsa nişan veriniz. Xeyr, dəxi bundan sonra mənim kitabım yoxdur. Senzor, xub, bunların cəmsi Rus lüğətlərdir. Üçün bir mətləb hasil olmadı. Yığışdırın, qoyun yerinə. Pəs sizin müsəlman kitabınız məgər yoxdur? Rüstəm, xeyr, yoxdur. Senzor, heç biri də, Rüstəm, heç yarısı da. Mirzə Məhəmmədə, cənab Mirzə Məhəmmədə, şayət siz İttihad Müslümin məşqinə düşübsünüz ki, İran və Rusiya Azərbaycanlarından bir müstəqil hökumət əmələ gətirəsiniz və bu qəsd ilə qardaşlarınız ilə bir ittihad bağlamışsınız. Xahiş edirəm, siz də öz kitablarınızı nişan verəsiniz. Mirzə Məhəmmədə hər kəndi ilə kitab sandığını nişan verir. Ağa, buyura bilərsiniz. Bu da mənim kitablarım. Xub, bu nədir? Bəli, kitab dər bəyan-ı xüsufi külli, yəni günün tamam tutulmağının duaları. Polis məmuru yazır, kitab dər bəyan-ı əhvalat-ı küsufi cüzi, yəni günün yarımçıq tutulmağının əhvalatı. Polis və salam, dəxi kitabınız yoxdur. Xeyr, ağacan, dəxi bunlardan savayı kitabım yoxdur. Senzor, baxşay, sizin sənətiniz nədir? Mirzə, mən də xüsusi küsur duası yazıram. Özüm də cəmiyyət xeyriyyədə elmi ilahi müəllimiyəm. Senzor, cənab Rüstəm bəy, Mirzə Məhəmmədə hökumət əleyhinin politikasına xətər yetirən mətləblər sizin ikinizin kitablarında da tapılmadı. Yəqin olsa, Səməd Vahid cənablarında da olacaq. Yəqin ki, olsa, Səməd Vahid cənablarında olacaq. Yəqin ki, sizin kitablarınız bunlardır. Səməd Vahid, bəli, ağa, bir kitabı götürüb oxuyur. Zavallıların işi çoxu zaman bulub gəlməz. Gedib söyləməmişsə, nə haldasan bilməməz.
Pəh-pəh ləzzət apardı. Qısaya zor. Demək bu hamısı şeirdir. Səməd və əvəd, həbsi əşardır. O bir kitabı götürüb oxuyur, köksünə qalqar, topuqdan salqar. Kəndin içə, salqın içə, iç cəngələ taqar. Güc ilə əgər Misri, varmı bu pəhləvanların qüsuru? Senzor bunları deyəsən hamısı şeirdir. Səməd və əvəd. Mirzə mən başını bulayır, bağışlayasın, pəs sizin sənətiniz nədir? Mən özüm də şairəm, kəndin cəmiyyət xeyriyyə məktəbində elmi qafiyə dərsi diyorum. Elmi qafiyə. Allah bərəkət versin. Mirzə öz-özünə. Özünü polis məmuruna xub biz getməli oldu. Üç qardaşa həzarat bir saat bundan əqdim sizin üçünüzün də bir özgə xəyalda idi. Amma kitablarınızı görəndən sonra dəxi indi fikrimi bilmərə dəyişdi. İndi fikirdəyim ki, o da qalsın mənim öz yanımda. Lakin özümə fərz verirəm hökumətə ərz hal edib, sizi ümumənai dövlət yanında ən salamət və zərərsiz bəndələr cümləsində hesab edərəm. Məni əfv buyurasın və salamat qalasın. Məmuru fərraşlar çıxıb gedirlər. Rüstəm bəy, Mirzə Səmədoğlu, xoş gəldiniz. Bir də qardaşlar başlayırlar kitablarını yığışdırır. Rüstəm bəy kitablarını şkafa düzdüyü yerdə bir də üzünü çöndərir qardaşlarına başlayır gülməyə. Mirzə Məhəmmədəli, Səməd Vahid təəccüblə baxır Rüstəm bəyə. Bir dəfə bu uğunub güləndən sonra Rüstəm bəy qardaşlarına deyir. Hələ indiyə kimi xalq bir şey başa düşmürdü. İndiyə kimi xalq deyirdi ki, mərhaba Əbdüləzimin oğlanlarını biri Peterburqda elmi təhsil edir, biri İstanbulda, biri də Nəcəfül Əşrəfdə. Üçü də maşallah oxuyub alim olur. Amma bundan sonra ağızlarda söylənəcək ki, həmin üç alimlərindən biri Mirzə Məhəmmədəlini işarə xüsub küsub, daha yazır Səməd Vahidə baxır, məfalin fəalatir. Bir də özünə vallahi mən özüm heç başa düşmürəm ki, mən nəticəyəm. Rüstəm bəy, canım Rüstəm bəy, əksər üləma füzaladan mütəvatir rəvayət edir ki, əl-qəhqəhətü minnə şeytan, yəni bilirsən bunun mənası nədir? Bilmirsən, təfsir edir. Bunun mənası o, qahqah çəkib gülmək, şeytan səni məşğul olur kitabları yığışdırmağa. Rüstəm bəy çağır, bir ədəb, Mirzə çığırır, bir ədəb özürsən, Rüstəm bəy, sənsən, Mirzə Məhəmməd çığırır, sənsən, çığırır, baradərlərinə qovğa, girir içəri və qoltuğunda bayazını çıxarır, tutur gah Rüstəm bəyin qabağına, gah Mirzə Məhəmmədəlinin qabağına. Bunlar da Zəhrabəyimi itələyib deyirlər, sən də cəhənnəm ol başımızdan. İkisi də övrətin kitabını tullayır, vərəqləri dağılır, Gülbahar, Qəmbər, çobanlar tökülürlər içəri. Mirzə sənsən deyə çıxıb gedir. Səməd Vahid nə qovğadır deyə çıxıb gedir. Zivər xanım da gəlib yapışır Rüstəm qolundan çəkib aparır. Zəhra bəyim yıxılıb bühuş olur. Gülbahar özünü salır arvadın yanına. Qəmbər yavuq gəlib məhtəl qalır. Dördüncü pərdə salınır. Dördüncü məclis. Rüstəm bəyin və qardaşlarının həmən kabinəsi. Zəhrabəyim azarlı halətində söykənib yastığın yanında oturub Gülbahar və yapışır anasının əlinə. Rüstəm bəy öz yerində oturub kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya. Az qalıb ki, qutarsılar. Zəhrabəyim vayıldayır. Rüstəm bəy gəlir durur anasının, ana, ay ana, Zəhra dinmir. Rüstəm bəy yekət, ana, Zəhra bəy, də deyirsən Rüstəm bala. Ana, mən sənin yanında müqəssirəm, mənim günahımdan keç. Dünən səni mən incitdim. Zəhra bəyim, bala, sənin mən qadanı alım. Sənin nə bir günahın var ki, mən də sənin günahından keçəm. Sən məni incitməmsən, sən bircə qardaşlarından ayrı düşmə. Mən öləndən sonra qəbirdə də sənə duaçı olum. Ay Rüstəm bala. Rüstəm bəy bir qədər dinmir və sonra ay ana, axır sən bəzi işləri bilirsən, bəzisində bilmirsən. Bizim bir danışığımız məsələ üstədir, danışığımız məsələ üstədir, mübahisəmiz kitab üstədir. Yoxsa sən dediyin söz bir gözəl sözdür. Məsələn, elə mən açığını sənə deyim. Ana, eşidirsən nə deyirəm? Ana, qulaq asırsan ya yox? Hə, bala, sözü də eşidirəm. Ana, bax, mən səni lap yaxşı başa salım. Nə qədər ki, mən bu kitablara etiqad edəyirəm, Məhəmmədəli də bu kitablara və Səməd də bu kitablara etiqad edir. Dəxi biz nə təhər itiqad edib, mehriban yola gedə bilərik. Rüstəm bəy yavaş-yavaş uzaqlaşır, Zəhra bəyim dərin ah çəkir və Mirzə Məhəmmədəli gəlib çökür, dizi üstə anasının qabağında. Ana, məni bağışla, dünən hisli vaxtımda səni tərk edəbilik göstərdi.
Bala, ayaqlarının altındadır, qardaşlarından ayrılma. Dadaş, sən atanın goru, ayrılma Gülbahar deyir Mirzə Məhəmmədə. Ana, ay ana, bir qulaq as, gör nədir? İşin əslənkarı bir yerdədir ki, bax, mən səni bu saat başladım. Bax, bu evdə 3 qism kitab var ki, biz 3 qardaş bunlara sitayiş edirik. Bir qismi budur. Bir qismi budur, bir qismi də budur. Əgər biz bu kitabları bir-birinin yanına qoysa, diqqətlə baxsa və zaiqəyə tapışırsa, baxıb görərik ki, bu üç qism ki, bir-birinə o qədər oxşayır. Necə ki, məsələn, mən Səmədə oxşayıram, Səməd Rüstəmə oxşayır, Rüstəm bəy də mənə oxşayır. Bax, qoy səni qurtarım, qulaq asır sana. Bax, bu kitabların cəmsi əşardır. Özü də əşar deyir, fikrin özgə yana getməsin. Eşitməyən əşardır, xoruz səsi eşitməyən əşardır. Səməd Vahid, Mirzə əlini Rüstəm bəyə sarı tutur. Bu kitabların cəmsi bilirsən nədir? Bilmirsən deyim, cəmsi rus lüğətidir. Bu da elə bir cür naxoşluqdur. Rüstəm bəy sağalını tərəfə atır və gedir çölə. O ki qaldı mənim öz kitablarım. Bunların biri xüsufdur, biri küsufdur. Dey indi ana bizə bir tədbir tök. Görək biz nə tövri yola gedə bilərik. Zər dərin ah çəkir. Ana sözün yox, məni bağışla, mən getməliyim. Başıma Gülbahar, mən hammal göndərəcəyəm. Mənim kitabım sandığımı, yatacağımı verərsən, gətirsin, çıxıb gedir. Səməd Vahid, Zəhra bəyin tərəf gəlir. Validəm, bənə də bəradərlərim ilə yola getməyi təklif edəcəksən, bəni də əff et. Zira gərək gavur lüğətlərin Rüstəm bəyin şikanı işarə edir və gərək fanatik kitabların sahibləri ilə bir sırada bulamaq bəndə üçün qabiliyyət, imkanı deyil. Bəni əff et. Mənim də kitablarım ardınca hammal gəlsin, onu təslim etməkdən müzaqiyə göstərməzsən. Zənn ediyorum, çıxım gedir. Zəhra bəy bir qədər fikir eləyir və güc ilə o tərəfə baxır, otaqda bir kəsi görmür. Zəhra bəy, qızım, bunlar hara getdilər? Nə bilim, ana, çıxıb getdilər. Zəhra bəy fikir edir, gedir. Ürəyim, qoy ürəyi 3 yerə bölünə, 3 tikə ola. Hər tikəsi bir tərəfə çıxıb gedə. Onda dəx ürəyim varsa ölərəm. Qızım, bəs mənim ürəyim 3 parça olsa, sən nə elərsən? Qızım, anasız qalarsan. Bir qədər baxır anasına və tez durur ayağa. Qaçır qapıya, nə qədər səsi var, çığırır. Gülbahar, Səməd, Səməd. Qəmbər hövlünaş ki, içəri daldı. Qurban zaman Gülbahar qaçır Qəmbərin yanına. Yapışır əlindən, çəkir, gətirir anasının yanına və özü də çökür anasının qabağında. Əlini götürür və çağırır. Ana, Qəmbər təəccüb edir və deyir. Xanımcan, nə var? Yoxsa xanım bəyin pis haldadır. Gözlərini açır və baxır Gülbahara, sonra Qəmbərə güc ilə başını çöndərir, gözü ilə bir şey axtaran kimi çobanlara gözü sataşır. Gülbahar, ana necəsən, Zəhra bəyim, Qəmbər sənsən, hələ getməmsən, xanım bəyim, qulluğunda durmuşam. Ana, Qəmbər və çobanlar gəliblər, sənin keyfini xəbər alırlar. Biraz danış, anamın keyfi açılsın. Biraz danış, nə olar, danış, qulaq asa. Niyə danışmırsan? Mən istəyirəm qulaq asam, de görüm, indi qoyunları nə qayırır? Deyirdin, axı azarlayırlar. Xanımcan, and olsun, bir dəfə mən özüm təəccüb qaldım. Günorta zamanı idi. Qoyunlar, çobanlar aparırdılar, qızlar bulaqlar. Biz də yoldaşlarımızla oturmuşduq. Kəklik təpəsinin yamacında qoyunlara baxırdı. Bax, bu qırışmal zaman da oturmuşdu yanımızda, tütək çalırdı. Bizim qoyunlar da, zaman gün qoyunlar da bulağa sarı getməkdə idi. Birdən zaman bizə qayıtdı ki, nə verərsiniz, elə çalıb ki, qoyunlar getdikləri yerdə dayanıb geri qayıtsınlar. Söz yox, heç kəs inanmadı. Xülasə, nə başınız ağırdı, zaman başladı çalmağa, ədə çıxar tütəyini, and olsun sizin əzizcan, qoyunlar tütəyin səsini eşidən kimi elə bir şeydən yüksələr, eləcə getdikləri yerdə dayandılar və qulaqlarını qırpıtdılar. Elə bir şeydən qorxan kimi geri döndülər və quyruqlarını ata-ata mənəşə başladılar təpəyə tərəf geri qaçmağa. Ədə zaman çal, zamanın başarı təkdə çoban bayatını çalmağa bir qədər bağına baxıb Qəmbər oxuyur. Qəmbər, biz çobanıq, dağdır, daşdır yerimiz.
Yoldaşımız qoyun quzu sürümüz. Dərs almayıb haqdır ki, heç birimiz. Amma zövqü səfalıdır çobanlar, qardaşlıqda vəfalıdır. Gözəl olur çöldə çəmənlər, çaylar. Qışda arandayı, dağda yaylar. Çoban südü sağar hamıya paylar. Niyyəti çünki alidir çobanlar. Qardaşlıqda vəfalıdır çobanlar. Sürü kəndə dönəndə axşam səhər, qoyun mələr, quzu mələr, hey mələr. Səsə küyə düşər köpəklər hürər. Billah zövqü səfalıdır çobanlar. Qardaşlıqda vəfalıdır çobanlar. Zaman tütəyi qoyur cibinə və deyir: "Ehe, xanımların canı sağ olsun." Çöl qapıdan bir hambal girir içəri. Hambal burdadırmı? Mirzə Məhəmmədəli ağanın kitabları mən göndərib aparım məscid hücrəsinə. Gülbahar hambalı əlinə işarə eləyir və dinməsin və hambala yavıq gəlir, qulağına bir şey pıçıldayır. Hambal çıxıb gedir, sonra gəlir anasının yanına. Ana dur sən aparım içəri otur. Orada uzan rahat ol. Zəhra bəyim hazırlaşır, dursun ayağa, fikir eləyir və qoltuğunu eşəyir. Bayazını çıxardır, verir Gülbahara və deyir: "Qızım bu kitabı al saxla. Qardaşların yola getməyəndə kitabın bir yerində atanın yazısı var. Öz əlinlə axtar tap və qardaşların oxusun. Onu oxusalar, dəxil savaşmazlar." O atan öləndən 2 gün qabaq öz əli ilə yazıb. Əli titrəyə-titrəyə yazdı. Elə naxoş ola yazdı. Uşaqlar oxusunlar. Qız yapış əlimdən qalxa bilmirəm. Zəhra bəyim durur ayağa, qoyur qoltuğuna, yapışır anasının əlinə, yavaş-yavaş abrı otağa qayıdır, geri kitabı vərəqləyir, bir yerini tapır, diqqətlə ikinci hambal daxil olur, ikinci hambal kitablarını yatacağına aparar, bir qədər dur çöldə, birazdan sonra gəl apar, hambal gedir və Qəmbər bilirsən nə var? Buyur xanımcan, gərək mənə kömək eləyəsən, gözüm üstə xan, buyur, əlini qoyur gözün üstə. Bu Heydər Rüstəm bəy içəri otaqdan başını uzadıb, Qəmbəri və çobanları görüb deyir: "Rüstəm bəy, Qəmbər sizin burada bir işiniz yoxdur. Bu saat burada rədd olun. Bir də sizi mən burada görməyin." Və çobanlar çıxıb gedirlər. Yox olur. Qəmbər və Gülbahar gedir Rüstəm bəyin kitab şkafını açır və kitablarını bir-bir çıxardır. Cıra-cıra vərəqlərini dağıda-dağıda tullayır ortalığa və tullaya-tullaya deyir: "Rus lüğəti, Slavyan lüğəti, yavaş hambal bu işi gözlə, yavaşca yox olur." Rüstəm bəyin kitablarını qurtarandan sonra Vahidin kitablarını həman minval ilə, yəni cırıb dağıda-dağıda atır yerə və ata-ata deyir: elmi qafiyə, vəzni şeir. Bu kitabları qurtarandan sonra gedir Mirzə Məhəmmədəlinin sandığının kitablarını bir yer çıxarır və cıra-cıra tullayır və yerə deyir: "Xusuf və küsuf." Sonra o tərəf bu tərəfə baxıb görür ki, hambal yoxdur. Gəlir kitabları tikə-tikə parçalarını qucaqlayır və pəncərədən tökür çölə. Qaçır içəri, otaqda neft, spiska gətirir. Kitablar üstünə neft tökür, od vurur. Kitablar çöldə alışır və Gülbahar durur otağın ortasına, qoltuğunun anasının kitabını çıxardır və bir səhifəsini açır və diqqət ilə baxır. Çöl qapıdan hövlnak da Mirzə Məhəmmədəli, dağlarınca Səməd Vahid da birinci və ikinci hambala içəri otaqdan hövlnak daxil olurlar. Rüstəm bəy, Zibər xanım bunların dansınca Zəhra bəyim sürünə-sürünə özünü salır qapının ağzına. Hamısı kitabların yanmağına, Gülbaharın əhvalının dəyişməyi görüb mat qalır və Zəhra bəyim vayıldaya deyir: "Ax yazıq canım, qardaşlar gedirlər pəncərədən kitabların yanmağına, sonra çönüb Gülbahara tamaşa edirlər. Kitabını açıb səhifəsini yuxarı qalxızıb qardaşlara tərəf tutub baxır. Ara bir qədər sakit ki, heç kəs dinmir. Gülbahar ucadan mütəəssirانə deyir: "Qaldı bircə kitab, bu da anamın kitabı." Bir qədər hamı sakit durur, baxır. Budur atamın öz əli ilə yazdığı vəsiyyət. Tarixi Hicrinin 1294-cü ilində Rəbiü Saniyanın 12-sinə Səhşənbə günü sübh əzanına yarım saat keçdikdə yoldaşı Zəhranın cismindən bir parça qopub ayrıldı ki, ibarət olsun Rüstəm balamdan. Barmağı ilə Rüstəm bəy işarə. Rüstəm bəy atasının xəttini diqqət edəndən sonra dəsmalını basır üzünə. Biçarə övrətin cisminin qalanından yenə tarixi Hicrinin 1299-cu ilində Ramazanın 5-də Pəncərşənbə günü 3 saat keçdikdə yenə bir parça ayrılıb qopdu. Həmən gün oğlum Məhəmmədəli anadan oldu və yavıq gəlir və görür və dəsmalı basır üzünə. Yazıq Zəhranın qalan cismi yenə bir dəfə parçalandı. Haman tarixin 1304-cü ilində
Cəmadiyyə əvvəlin 15-ci çərşənbə günü günorta zamanı balamız Səməd dünyaya gəldi. Səməd Vahidə işarə edir. Səməd dəsmalı basır. Bundan da bir neçə il sonra baxdı qara övrətim qalan yarım canından yenə bir parça qopdu. Adını Gülbahar qoydu. Həmən tarixin 1330-cu ilində Şəvvalın 21-də Cümə axşamının sübh vaxtı yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanır. Çünki bunlar hamısının qədim əzəldən gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm, mənim balalarım dünyada hər yanı gəzib dolansalar, yenə əvvəl-axır anaları Zəhranın ətrafına gərək dolanarlar. Çünki ay və ulduzlar şəmsin parçaları olan kimi bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyir, onun insaf və vicdanı, onun müdamil həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaqdır. Gülbahar qurtarca anası Zəhra behuş oturduğu yerdə yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinə və gedir oturur pəncərənin qabağına, dizlərini qucaqlayır və baxır çölə tərəf. Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd və Zivər xanım tökülürlər Zəhra bəyimin yanına. Mirzə Məhəmmədəli anasının əllərini soymuş, can üstə görüb qalxır, durur övrətinin başının üstünə və başlayır Fatihə surəsini oxumağa. Hamı qalxır ayağa, Rüstəm bəy, Səməd, Vahid, Zivər xanım dəsmalları üzərinə basır, yavaşca ağlar, gül mat-mat baxır, gah anasına tərəf, gah çölə tərəf. Mirzə Məhəmmədəli, Əmdün Rəbbil Aləmin, Ər-Rəhmanir-Rəhim, Maliki Yevmiddin pərdə salınır, oxumağını kəsir, tamam. Sağ olun. Növbəti dərslərdə görüşərik.